Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün mən sizlərə mürəkkəb cümlə nədir onun haqqında və mürəkkəb cümlənin növlərindən olan tabesiz mürəkkəb cümlə haqqında danışacağam. Ümumiyyətlə, mürəkkəb cümlə deyəndə biz iki və daha artıq sadə cümlənin birləşməsindən əmələ gələn cümlələrdən danışırıq. Məsələn, deyir ki, xanım xala bu xəbərdən çox qəzəbləndi, əlləri titrəyirdi. Məsələn, bilirdik ki, azadlıq verilmir, qazanılır. Mürəkkəb cümlə ilə sadə cümlənin fərqi odur ki, sadə cümlənin bir, mürəkkəb cümlənin iki və daha artıq qrammatik əsası olur. Deməli, qrammatik əsas deyəndə də biz nəyi nəzərdə tuturuq? Mübtəda xəbər. Əgər mübtəda xəbər olduqda bir dənə qrammatik əsas var, mübtəda xəbər plus mübtəda xəbər olduqda isə artıq burada iki qrammatik əsas var. Bu zaman bu mürəkkəb olur. Bu strukturda, yəni mübtəda nə olmaya da bilər? İşlənməyə də bilər. Məsələn, tabeli mürəkkəb cümlələrdə və yaxud da ki, digərlərində biz buna rast gələ bilərik. Gəlin baxaq görək ki, sadə cümlə anlayışı deyəndə nəyi nəzərdə tutur? Cümlədə sadalanan xəbərlər bir mübtədaya aiddirsə, sadalanan xəbərlər bir mübtəda aiddirsə, həmin cümlənin xəbəri həmcins olan sadə cümlə hesab olunur. Məsələn, külək əsir, ağacların yarpağını yerə tökür, nədir? Hamısı var, küləkdir. Gah işləyir, istirahət edir, kim o, kim o. Bəzən tabeli mürəkkəb cümlələrdə xəbər bir mübtədaya tabe olur. Mən bilirəm ki, artıq tabelidir, başqa şeydir. Qəbul olacaq. Bu, onun mürəkkəb cümlə olmasına artıq mane deyil. Yəni, həmcinslik başqa şeydir. Tabeli mürəkkəb cümlədə əgər tabe olursa, bu başqa bir anlayışı yaradıb çıxardır ortaya. Mürəkkəb cümlədə nədir? Mürəkkəb cümlənin hər tərkib hissəsinin bir qayda olaraq ayrıca mübtədada və xəbəri olur. Məsələn, külək əsir, ağacların yarpaqları yerə tökülürdü. Ola bilər ki, hər hansı bir tərəfin, fikir verin, ola bilər ki, hər hansı bir tərəfin və hər iki tərəfin mübtədası buraxılsın. Burada əsas məsələ xəbərlərin müxtəlif şəxslərə mənsubluğudur. Məsələn, dünən o kitab oxuyurdu kim o? Eşitdiklərimi yazırdım. Kim? Mən. Fikir versək, xəbərin mübtədaları da fərqlidir. Bu şeylərə diqqət yetirmək lazımdır. Mürəkkəb cümlənin tərkib hissələrində müəyyən şəxsli, qeyri-müəyyən şəxsli və ümumi şəxsli və şəxsiz cümlələr də işlənə bilər. Yəni, çünki bu tərəflər o sadə cümlənin şəxsə görə növlərindən uyğun gəlir. Məsələn, qonaqlar süfrəyə dəvət etdilər. Hamı stol arxasında əyləşmişdi. Dəvət etdilər. Bu nədir? Üçüncü şəxsin cəmi var burada. Baxırıq, üçüncü şəxs, cəmi və qeyri-müəyyənlik var. Sonra deyir ki, hamı, burada da müəyyənlik var. Yəni, bu xəbəri müxtəlif cür əmələ gətirdirdi və müxtəlif cür şəxslərə aid elədi. Ona görə də hər tərəfində ayrı-ayrı belə bir əsaslar olduğuna görə bu mürəkkəb cümlədir. Məsələn, anam deyərdi ki, qaçanı qovmazlar, müəyyən şəxsdir, ümumi şəxsdir. Acığı tutsa da sapır üstadədir, tabel mürəkkəb cümlədir. Şəxsiz və müəyyən şəxslidir. Mürəkkəb cümlədə yalnız mübtədasız cümlələrdən də şəxsiz, qeyri-müəyyən şəxsdir, ümumi şəxslərdən təşkil oluna bilər. Məsələn, bu məsələyə nədənsə toxunulmurdu, görünür, ona birazdan qayıdacaqlar. İndi gətirərlər, belə şey üçün darıxmazlar. Fikir verirsiniz, hər tərəfdə birincidə şəxsiz var, ikincidə qeyri-müəyyən. Birincisində qeyri-müəyyəndir, ikincisi də ümumi şəxslidir. Məsələn, çox şeyə məhəl qoyulmurdu, çünki ciddi söz-söhbətə onsuz da əhəmiyyət verilmirdi. Hər iki komponent tərkib hissəsi nədən ibarətdir? Şəxsiz cümlədən ibarət tabeli mürəkkəb cümlələrdir. Yəni, daha çox tabeli mürəkkəb cümlələrdə biz belə şeylərə rast gələ bilirik. Əlbəttə, mürəkkəb cümlənin tərkib isə daha çox müəyyən şəxsli cümlələrdən ibarətdir. Amma daha çaşdırmaq üçün onlardan da ibarət ola bilər. Məsələn, hava qaraldı, birazdan yağış başladı. Kərim çox əsəbi idi. Ancaq uşaqlar səbəbini bilmirdilər. Sabir bildirdi ki, sonra Ramiz gələ bilməyəcək. Hərgah iş çətinləşsə də mən kömək göndərərəm və s. və əlaxır. Bax, bunların hər biri nə olacaq? Mürəkkəb cümlə anlayışına gətirib çıxardacaq. Lakin sintaktik bağlılığına görə iki yerə bölünür. Tabesiz və tabeli. Tabesizlik əlaqəsi ilə bağlanan mürəkkəb cümlələr tabesiz mürəkkəb cümlələrdir. Tabesiz mürəkkəb cümlələr bərabər hüquqlu sadə cümlələrdən yaranır. Biri digərindən asılı olmur.
Amma tabeli mürəkkəb cümlələrdə isə qrammatik cəhətdən nə olur? Aslı olur. Məsələn, hiss etdim ki, o danışmaq istəmir. Yəni, burada biz nəyi görə bilərik? Baş cümlə plus budaq cümlə anlayışına biz tabeli mürəkkəb cümlədə rast gəlirik. Və bir də, məsəl üçün, baş cümləni kvadrat, budaq cümləni dairə ilə işarələmə, ondan sonra biz budağın başa tabe olduğu anlayışlarına da rast gələ bilirik. Yəni, bu da tabeli mürəkkəb cümlə ilə tabesi mürəkkəb cümləni bir-birinə fərqləndirən ən əsas, ən rahat yollardan biridir. Amma oxşar cəhət hər ikisi iki və daha artıq sadə cümlənin birləşməsindən yaranır. Hər ikisinin tərkib hissələri intonasiya ilə və yaxud bağlayıcılarla olur. Hər ikisinin komplektli sadə cümlənin müxtəlif növlərini ifadə olunur. Cümlənin mürəkkəbliyi sözlərin çoxluğu ilə yox, cümlələrin sayı ilə müəyyən olunur. Ola bilər ki, cəmi 2 sözdür, amma sadə yox, mürəkkəb cümlə. Məsələn, çağırdım, gəlmədin. Siz fikir verirsiniz, nə deyir? Cümlənin mürəkkəb sözlərin çoxluğu ilə yox, cümlələrin sayı ilə müəyyən olunur. Çağırdım. Burada nədir? Mən çağırmışam da, düzdür? Xəbəri şəxsdə ayrıdır. Gəlmədin. Kim gəlmədi? Sən. Demişdi. Kim o? İstəmirəm. Kim? Mən. Yoxsa burada cümlə üzvləri sayı çox olmasa da belə, biz yenə də buna mürəkkəb cümlə deyə bilirik. Xəbər əsasında baxırıq onları və təyinatını gətirib çıxardırıq. Tabesiz mürəkkəb cümlədə biz dedik ki, tabesiz mürəkkəb cümlə bərabər hüquqludur. Tabesiz mürəkkəb cümlə intonasiya ilə bağlana bilər və intonasiya plus bağlayıcı ilə. Yəni, bir intonasiya ola bilər, bir də intonasiya bağlayıcı bir yerdə ola bilərlər. Məsələn, yəni, intonasiya ilə olanlar bağlayıcısız tabesiz mürəkkəb cümlələr. Maşın təmirə dayanmışdı, iş gecikirdi, su gəlmirdi, qonşular səbi idilər. İntonasiya və bağlayıcı ilə bağlanan tabesiz mürəkkəb cümlələr burada, məsəl üçün, tərkib hissələri bağlayıcı ilə bağlanan tabesiz mürəkkəb cümlələrdə bağlayıcılı tabesiz mürəkkəb cümlələr adlanır. Məsələn, ustalar işi başa çatdırmışdı, yəni bina təhvil verilmək üçün hazır idi. Çox yorulmuşduq, amma istirahət etmək mümkün deyildi və s. və əlaxır. Həmcins xəbərli, indi keçək əsas qaydalara. Həmcins xəbərli tabesiz mürəkkəb cümlələrinə cümləni qarışdırmaq olmaz. Bu vaxt diqqətli olmaq lazımdır. Həmcins xəbər sadə cümlədə xəbərlərin sayı çoxluğu, həm də bu xəbərlərin çox və ayrıca ikinci dərəcəli üzvlərə malik olmağı, bəzən onları qarışdırmağa, bir-birinə səhv salmağa gətirib çıxara bilər. Məsələn, uşaq cəld durub pəncərənin qabağına gəldi və küçədə baş verənləri müşahidə etdi. İzah, diqqətdən baxımına səhv etməmək üçün xəbərlə gəldi, müşahidə etdi mübtədanın uşaqla əlaqələnməməsinə fikir vermək lazımdır. Yuxarıdakı cümlədə xəbərlərin ikisi də bir mübtəda ilə, yəni kimdən? Məsəl üçün, Elman ilə bağlandığına görə o mürəkkəb yox, həmcins xəbərli sadə cümlə olacaq. Məsələn, uşaq cəhd durub pəncərənin qabağına gəldi və küçədə baş verənləri müşahidə elədi. Biz buna tabesiz mürəkkəb cümlə deyə bilmərik axı. Tabesiz desək, onda ayrı gərək mübtədaları olsun. Tabelidə məsələn nəsə ola bilərdi. Amma tabeli də aid olmadığı üçün və bağlayıcısı da olduğuna görə avtomatik tabesiz mürəkkəb cümləyə gedib çıxacaq. Və tabesiz mürəkkəb cümlədə biz sizinlə zaman əlaqəsindən, ardıcıllıq əlaqəsindən, səbəb-nəticə, aydınlaşdırma, qarşılaşdırma və bölüşdürmə əlaqəsindən danışmış olacağıq. Zaman əlaqəsində biz nəyə görürük? Zaman əlaqəli tabesiz mürəkkəb cümlədə hadisələr eyni zamanda baş verir. Eyni zamanda. Biri digərindən, belə deyək də, qabaqda, biri digərindən sonra belə olmur. Hər şey eyni zamanda. Məsələn, küçədə maşınlar şütüyür, adamlar isə tələsirdilər. İşi maraqlı, keyfi saz idi. Zaman əlaqə tabesiz mürəkkəb cümlədə eyni zamanda baş verən hadisələr sadalandığı üçün tərkib hissələrinin sayı 2-dən artıq da ola bilər. Məsələn, bəyin əlləri titrəyir, dizləri əsir, ürəyi döyünürdü, qolları ağır yüklandığı zəifləyir, ayağı yaş torpaq sürüşür, gözləri qaralırdı və s. və əlaxır. Zaman əlaqəli tabesiz mürəkkəb cümlədə hər iki cümlə üçün ortaq olan cümlə üzvləri zəiflik, zəiflik, tamamlıq işlənə bilər. Məsələn, yaz gələndə çöllər yaşıllaşır, ağaclar çiçəkləyir, lalə çiçəkləyir. Nə zaman? Yaz gələndə çöllər yaşıllaşır, yaz gələndə ağaclar çiçəkləyir. Bu da ola bilir. Deməli, zaman əlaqə tabesiz mürəkkəb cümlədə ortaq cümlə özü zəiflik və yaxud tamamlıq ola bilir. Məsələn, lalə təbiəti mən seyr etdikcə dərindən nəfəs alır, ürəyi açılırdı. Bu cümlə ortaq cümlə üzvləri yaz gələndə təbiətin seyrini, təbiətin mənzərəsini seyr etdikcə sözünə rast gəlməyimiz mümkündür. Zaman əlaqəli cümlədə xəbərlər əsasən eyni zamanda olur. Məsələn, qonşu otaqda zəng səsləndi,
Firuzənin gülüşləri mahnısı eşidildi. Ondan sonra biz burada həm də, nə də bağlayıcılarını da artıra biliriksə, bu zaman əlaqəlidir. Məsələn, deyirəm ki, nə işıq azalıb çoxalır, nə də ki, azacıq qımıldanırdı. Və ən əsas uşaqlar yadda saxlayın, eyni zamanda sözünü artıra biliriksə, eyni zamanda bu artıq zaman əlaqəli tabesiz mürəkkəb cümlədir. Məsəl üçün, maşın işləyir, eyni zamanda insanların səsi eşidilirdi. Və yaxud bu bilirsiniz nəyə bənzəyir? Bir növ ingilis dilində present continuous var. Present continuous, indiki davam edici zaman var. Deyir ki, belə deyək də, bir dənə cümlə var, həmişə istifadə olunur. Deyir ki, sakit olun, uşaq digər otaqda yatır. Bu deməli sakit olun sözü ilə keçmişdə deməyib ki, o sözü deyəndə həmin uşaq digər otaqda artıq yatır da, yəni eyni zamanda baş verir. Və ingilis dilində bu ilə əlaqələndirməyimiz mümkündür. Zaman əlaqəli tabesiz mürəkkəb cümlə əsas cümlələrin yerini dəyişmək mümkün olur. Məsələn, maşın işləyir, insanların səsi eşidildi. İnsanların səsi eşidilir, maşın işləyirdi. Yəni bu ardıcıl baş vermədiyi üçün hər şey eyni formada, yəni eyni zamanda baş verdiyi üçün bunu bura gətirmək olar, bunu da bura gətirmək mümkündür. Bu da bağlayıcısız ola bilər, bayaq qeyd elədik. Bir də bağlayıcılı birləşdirmə, iştirak və inkar bağlayıcılar. Bu üçün də istifadə oluna bilər. Ondan sonra ardıcıllıq əlaqəsi nə deməkdir? Ardıcıl əlaqəli tabesiz mürəkkəb cümlədə ardıcıl baş verən hadisələr orada sadalanır. Məsələn, deyir ki, zəngin səsi kəsildi, dərs başlandı, atası ət, düyü almış, anası bizə qovurmalı plov hazırlanmışdır. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə birinci iş bitməli, sonra ikinci iş olmalıdır. Bax, nə olmalıdır? Birinci bitməlidir, sonra ikinci. Yəni, biz əgər hər hansı bir şey resepti yerinə yetiririksə, bir bitməmiş ikini eləsək, onda o işimizin icraatı düzgün alınmayacaq da. Bu da ona görə birinci cümləyə məsələn əvvəl, növbəti cümlə birazdan sonra sözlərində əlavə eləmək olar. Zamanda eyni zamanda sözü idi. Burada isə nə oldu? Əvvəl, birazdan, bir sonra. Məsələn, ardıcılı əlaqə tabesiz bağlayıcılı, bu da bağlayıcısız ola bilər və ismi xəbərli nə olur? Olmur. Məsələn, bağlayıcısız olanda deyir ki, qatar stansiyaya çatır, sərnişinlər vaqondan düşüb vağzala çıxırdılar. Gəl görək bunun yerini dəyişə bilirik, əvvəl ataq. Sərnişinlər vaqondan düşüb vağzaldan çıxırdılar, qatar stansiyaya çatır. Yox, alınmadı, eləyə bilmədik. Çünki birinci qatar stansiyaya çatmalıdır, o çatandan sonra sərnişinlər vaqondan düşüb vağzaldan çıxmalı. Və yaxud əvvəl qatar stansiyaya çatır, birazdan sonra əvvəl qatar stansiyaya çatır, yazıram buradan. Əvvəl qatar stansiyaya çatır, birazdan sonra sərnişinlər vaqondan düşüb vağzaldan çıxırdılar. Əvvəl küçə qapısı açıldı, sonra Səməndər kişi həyata keçib uşaqları səslədi. Əvvəl qapı açıldı, sonra o narahat bir vəziyyətdə içəri daxil oldu. Bax, bu bağlayıcısız olanlar. Bağlayıcılıq isə məlum məsələdir ki, burada qeyd olunur, birləşdirmə və iştirak bağlayıcı da ola bilər. Küçədə bayram tonqalı qalandı və qonaqlar tonqalın başına toplandılar. Əvvəl küçədə bayram tonqalı qalanır, sonra qonaqlar tonqalın başına yığılır. Görürüz, nə gözəl alınır. Əvvəl, sonra, əvvəl, birazdan. Bunları dedikdə artıq bizim üçün rahat olunur ki, bu deməli ardıcıllıq əlaqəsidir. Yəni, ardıcıl olmalıdır. Nənə sandığı açdı, dəsmala bükülmüş pulu çıxardı, nəvələrini verdi. Bu cümlədə ardıcıl görülən işləri xatırladır. Amma burada xəbərlər bir mübtədaya aiddir. Nənədir. Sandığı açan da odur, çıxardan da odur, nəvələrinə o pul verən də nənədir. Bunu da fikir vermək lazımdır. Gəldik, çıxdıq ən əsas məsələlərdən biri səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümləyə. Uşaqların çünki ən çox qarışdırdığı məqamlardan biri səbəb-nəticə tabesiz əlaqəsi ilə ondan sonra ardıcıllığın bir-birinə olan məsələsidir. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkibdəki iş nəyi bildirir? Səbəbi. İkinci tərkibdəki iş nəticəsini bildirir. Məsələn, qırılmış məftilə ilişdi, qolu qanadı. Qolu qalanır, artıq bu nəticədir. Bunun səbəb kimi nədir? Məftilə ilişməyi. Yağış yağmalı, hər tərəf islandı. Hər tərəf islanıb. Səbəbi nədir? Yağışın yağmağa başlanması. Burada nə deyir? Deyir ki, birinci cümlədə hərəkət tamamlanmaya bilər. Bax, səbəb-nəticə əlaqəsinin ən əsas məsələ. Birinci cümlədəki hərəkət tamamlanmaya bilər. Amma ardıcılda nə olmalıdır? Ardıcılda birinci,
tamam olur. Bax, tamam olmalıdır ki ikinciyə getməlidir. Amma səbəb nəticədə bir tamam olmaya da bilər. İkinci cümlə ona görə də artırmaq olursa, bu səbəb nəticə əlaqəlidir. Səbəb nəticə əlaqəlidir, bağlayıcısız, bir də bağlayıcılı olacaq. Məsələn, Etibar atdan yıxıldı. O səbəbdən, ona görə də ayağı əzilir. Dolu yağdı o səbəbdən, əkinə ziyandır. Dolu yağdı eyni zamanda bu deyə bilmirsən. Bir də məsəl üçün deyirsən ki, dolu yağdı, sonra əkinə ziyan dəydi, yox, mümkün deyil. Həsən müəllim diksindi və kitablar yerə töküldü. Gün çıxdı və aləm nura qərq oldu. Birdən qapı döydü və qoca yuxudan oyandı. Dolu yağdı, əkinə ziyan vurdu. Bu cümlə səbəb nəticə məzmununa bənzəsə də, buradakı xəbərlər bir mübtədaya aid olduğu üçün sadədir. Yəni bunu əvvəldə mən demişəm də, bir mübtədaya aiddirsə, biz onun artıq mürəkkəbliyindən danışa bilmərik. Uşaqlar, əsas məqam nədir? Səbəb nəticə əlaqəli tabesi mürəkkəb cümlə ilə ardıcıllıq əlaqəli tabesi mürəkkəb cümləni bir-birindən fərqləndirmək. Səbəb nəticə əlaqəli tabesi mürəkkəb cümlələr ardıcıllıq əlaqəli tabesi mürəkkəb cümlə ilə oxşayır. Hər ikisində ardıcıl baş verən hadisələr sadalanır. Ardıcıllıq əlaqələrdəki ardıcıllıq adi ardıcıllıqdır. Yəni burada ikinci cümlə heç də zəruri olaraq birinci cümlə doğurmur. Səbəb nəticə əlaqələrində isə ardıcıllıq isə səbəbdən sonra gəlməlidir. Yəni zəruri ardıcıllıqdır, təbiidir. Bu olmalıdır. Səbəb nəticə əlaqəli, belə deyək də, tabesiz mürəkkəb cümlələrdə birinci cümlə işi, səbəbi, ikinci cümlə ondan törəyən nəticəni göstərir. Yəni belə cümlədə zərurilik, kör təbiilik olur. Ardıcıllıq əlaqəli tabesi mürəkkəb cümlə isə sadəcə ardıcıl baş verəndir. Yəni deməli, səbəb nəticədə baş verənlər kör təbiilik var, amma ardıcıllıqda isə artıq kör təbiilik yoxdur da, bu dəqiq olaraq gedəcək bir prosesdir. Yada saxlamaq lazımdır ki, ardıcıllıq əlaqəli cümlələrdə bir qayda olaraq hadisənin biri tamam bitdikdən sonra ikinci başlayır. Tamam bitdikdən sonra növbəti bir məqam. Deməli, bir məqamı burada qeyd elədik sizinlə, bir kör təbiilik. İkinci məqamı burada qeyd edirik ki, bir hadisə tamamlanır, ikincisi başlayır. Səbəb nəticə əlaqə tabesi mürəkkəb cümləsi müəyyən nəticə alınması üçün birinci cümlə işin isə tamamlanmaması, başa çatması həmişə vacib deyil. Məsəl üçün, külək əsir, ağacın qurumuş yarpağı yerə töküldü. Yəni, külək ola bilər ki, yenə də əssin və yenə də yarpaqlar tökə bilər. Amma arıcıllıqda nədir? Məsələn, bir hadisə oldu, bitdi, sonra filan şey başlayır. Qatar stansiyaya çatdı, insanlar düşdülər. Düzdür? Burada nə olmalıdır? Burada görürsünüz, hadisə, qatar stansiyaya çatdı, hadisə əvvəl bitdi, sonra ondan sonra insanlar düşdülər. Amma burada o baş verməyə də bilər. Və səbəb nəticə əlaqə tabesi mürəkkəb üçün müəyyən nəticə alınması üçün birinci cümlə işin heç tamamlanmaması, başa çatması həmişə vacib deyil. Bunu dediyim və bunlar bir avtomatik olaraq o birini doğuran əlaqəli proseslərdir. Arıcılıq əlaqələrdə belə zəruri bağlanma olmur. Bir iş tamamlanır. Arıcılıq olaraq belə də ikinci və üçüncü iş yerinə yetirilir. Səbəb nəticə cümləsində səbəbin nəticəsində əlamət dəyişikliyi baş verir. Yəni əvvəlki vəziyyət daha olmur. Məsələn, yağış yağdı, ətraf palçıq oldu. Bu cümlədə ətraf əvvəlcə quru olub, yağışdan sonra isə artıq palçıqdır. Yəni əlamət dəyişikliyi orada nə olacaq? Baş verəcək. Bəzən elə cümlə olur ki, həm səbəb, həm də nəticə bildirir. Bu da var. Ayağı sürüşdü. Ayağı sürüşdü. Səbəb, yerə yıxıldı. Nəticə və bir dənə də verib əlindən düşdü. Bu həm səbəb, həm nəticə olacaq. Çünki bunun da səbəbi, nəticənin səbəbi nə olmalıdır? Yerə yıxılma, ardıcıl baş verir də bunlar. Deməli, burada cümlədə yerə yıxılma hissəsi birinci cümlə ilə münasibətdə nəticə, üçüncü cümlə ilə münasibətdə səbəb bildirir. Məsələn, bax, gəlin indi burada cümlələrdə baxaq. 2 dənə sadə bir cümlə verib, onun üzərində təhlillə bilmək olar. Deyir, pərdələr açıldı, tamaşa başlandı. Əvvəl pərdələr açılır, sonra tamaşa başlanır. Məsəl üçün, əvvəl yağış yağır, sonra çay daşır. Yox, elə yağış yağa da çay daşa bilər. Çay daşır, su səviyyəsi artır, elə o da daşır. Görürsünüz, əvvəli yoxdur bunun. Burada nə oldu? Yağış yağdığı üçün çay daşdı. Pərdələr açıldığı üçün tamaşa başlanmayıb. Pərdələr açılanda tamaşa başlamaya da bilər. Bax, belə bir şey də ola bilər. Çünki burada bir ardıcıllıq var. Burada bir təbiilik var. Amma burada bir kör təbiilik var.
Sadəcə kör təbiilik deyilir də. Məsələn, işıqlar söndü, filmin kadrları ekranda göründü. Işıqlar söndüyü üçün filmin kadrları ekranda görünür. Yox, əvvəl işıqlar sönür. Bu artıq qayda qanundur da ki, işıq sönməlidir. Sonra kadrlar ekranda getməlidir. Ola bilər heç getməsin də. Yəni bu ardıcıldır. Amma səbəb nəticədə bu baş veribsə, məsələn, kinoaparat işə düşübsə, mütləq ekran işıqlanmalıdır. Yəni ekran işıqlanmır, elə bir söhbət yoxdur. Ona görə də arıcıllıq əlaqəsində bir hərəkət bitəndən sonra digər hərəkət başlamalıdır və burada təbiilik prosesi var. Səbəb nəticəsində bir hərəkət bitməmiş digər hərəkət ola bilər və burada təbiilik yox, kör təbiilik olur və bir də belə deyək də, əvvəlki vəziyyətdən tamam fərqli bir yeni vəziyyət yaranmış olur. Anlaşdırma əlaqəsində isə artıq biri ümumilik bildirir, digəri onu aydınlaşdırır və konkretləşdirir. Məsələn, o pilləkənlərə qalxanda donub qaldı, qoşa nöqtə, 2 il axtardığı qız sürətlə aşağı enirdi və s. və əlaxır. Burada da əsasən intonasiya ilə biz onu bağlayırıq və yaxud yəni bağlayıcısından istifadə olunurdu. Aydınlaşdırma əlaqəli tabesi mürəkkəb cümlə tərkib hissələri arasında nə qoyulur? Qoşa nöqtə işarəsindən istifadə olunur. Tərkib hissələrinin birində, xüsusən ikincisində sadalanma intonasiyasının həmisi üzü və ya tabesi mürəkkəb cümlə olduqda ümumi aydınlaşdırıcı hissənin arasında nöqtəli vergül də qoyula bilər. Məsələn, gözəl bir yaz günü idi. Görürsünüz, bax qoşulan nöqtəli vergül. Çəmənlər yaşıl donlu geyinmiş, ağaclar da neynəmişdi? Çiçək açmışdı. Və qarşılaşdırma əlaqəli tabesiz qarşılaşdırma və bölüşdürmə. Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədə burada nə olur? Qarşılaşdırılır. O həyata düşmək istəyir, amma anası qoymur. Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb tərkibçisi intonasiya və qarşılaşdırma bağlayıcı. Bağlayıcısı Rəcəb çox dedi, Nadir qulaq asmadı. Çağırdım, cavab vermədi. Bağlayıcıda isə yaz gəlmişdi, amma havalar hələ soyuqdu. O sual təkrarladı, Sevdə isə cavab vermədi. Qarşılaşdırma əlaqəli tabesi mürəkkəb cümlənin tərkib hissələri antonim sözlərin köməyi ilə də əlaqələnə bilər. Qarşılaşdırma əlaqəli tabesi mürəkkəb tərkib hissələri arasında mənaca ziddiyyət də ola bilər. Bunu yəni fərqləndirməli. Ziddiyyətlə verilənlər, bir də müqayisə ilə verilənlər. Məsələn, biz şəhərə getmək istədik, ancaq icazə vermədilər. Bu nə iləndir? Ancaq icazə ziddir. Rəqib çox güclü idi, ancaq biz zəif idik. Ziddir. Bu zid olan bir şeylərdir. Bir-birinə qarşı ziddir. Amma müqayisə isə başım 5-ci sinifdə oxuyur, mən isə 3-cü sinifdə. Biz kənddə yaşayırıq, amma onlarsa şəhərə köçmüşdülər. Bu müqayisədir. Zid deyil bir-birinə. O bugün, məsələn, 2 ilə qeyd verib, bu ilə bağlı, o bugün dərsə çox yaxşı cavab versə də, sağ plüsdadır. Yaxşı qiymət ala bilmədi. Burada sağ şəkil üçün diqqət etsək, görək ki, tabesi yox, tabeli mürəkkəb cümlədir. Sabir dərslərini oxudu, amma tapşırığını yerinə yetirə bilmədi. Bu cümlədə isə 2 xəbər bir mübtəda aid olduğu üçün bu da sadə cümlədir. Yəni, bizdən bu qayda nə istəyir? Xüsusi təhlil bacarığı istəyir. Xüsusi. Bölüşdürmə əlaqəli tabesi mürəkkəb cümlədə nə olmalıdır? Tabesi hadisələr bölüşdürülür, yəni növbələşir. 2 işdən birinin mümkünlüyü meydana olur. Məsələn, çıxır, gah o mənə qulaq asdı, gah mən onu dinlədim. Bölüşdürmə əlaqəli tabesi mürəkkəb cümlə demək olar ki, yalnız bağlayıcılığı olur. Onların tərkibçi əlaqələnməsində bir qayda olar, bölüşdürmə bağlayıcıları iştirak edir. Məsələn, iş və hadisələrin növbələşməsi var. Gah yağış yağır, gah da gün çıxırdı, gah külək qalxır, gah bürkü olurdu. İş fazı növbələşir. Və yaxud 2 işdən birinin mümkünlüyü. Deyir ki, ya mən səni başa düşməmişəm, ya da sən özün məni aldatmısan, ya məktubu sən apararsan, ya da mən adam tap göndərəcəm. Deməli, burada iş və hadisə növbələşməyi var. Gah yağış yağır, gah filan şey bölüşdürmədə. Ya da 2 işdən mümkünlüyü var. Bunlara mütləq diqqət yetirmək lazımdır. Və nə deyir burada? Deyir ki, bölüşdürmə əlaqəli tabesi mürəkkəb cümlə bağlayıcısı təsəvvür etmək mümkün olmur. Bu cümlədə ixtisar olunsa, bu nəyə keçmiş olacaq? Zaman əlaqəli. Bir dənə sual çıxacaq ki, hansı əlaqədə biz onun vasitəsini ixtisara çevirə bilərik və çevirsək o digər əlaqəyə keçər, bu olacaq bölüşdürmək, o zamana keçəcək. Məsələn, gah külək əsir, gah da yağış yağır. Burada bölüşdürmə, külək əsir, yağış yağır, bu keçdi zamana. Sabir gah dərslərini oxuyur, gah da aslında işini görür. Bu cümlədə isə bölüşdürülməsi məzmunu olsa da 2 xəbər bir mübtədaya tabi olduğu üçün bunu səhərdən də dediyimizə görə bu avtomatik bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlə olmayacaq.
ABC mürəkkəb cümlələrinin və özü növləri haqqında bu qədər. Növbəti dərsdə tabeli mürəkkəb cümlədə görüşmək ümidi ilə sağ olun.